Bugün sizə Rafiq Tağıdan bir hekayə oxuyacağım. Baxın, belə bir kitabdır. Burada Rafiq Tağının kiçik həcmli hekayələri var. Onları bir-bir sizə oxumaq istəyirəm. Başlayaq. Kiçik ailə xronikası. Xan Hüseyin, Güllü, Sədəf, Əli Hüseyin. Başlayırıq. O burnunda danışırdısa da, hər halda ailə başçısı idi. Ancaq Tın-Tın Xan Hüseyin ömründə həkimə getmədi. Özünə baxdırmadı. Burnuna biganəsən, onu zarafatla sancardılar. İkisindən biridir. Səndə ya burun çəpərin əyriliyi var, ya da polip. Bir hüzürdə kənd həkimi ona əlbəl diaqnoz qoymuşdu. Xan Hüseyin isə burnundakı əti alın yazısı kimi qəbul etdi. Bu cür doğulub, bu cür də öləcək. Əslində o yalnız burnuna görə həyatda irəli getmədi. Karyera qazanmadı. Ömrünü malqaraya həsr etdi. Malqara ağsaqqalı, taytuşları da hərdən onu doluyurdular. Amma hər necə olsa, inək camışlarının yanından yel ötən kimi onun üstünə cumuşardılar. Bədayaqda Xan Hüseyin özü də onların yanındaydı. Adamın başı üstündə Allahı var. Heyvanlarla rəftarında ağıllı, məntiqli idi. Bir dəfə qonşu inəyinin doğacağı günü saatinacan dəqiq demişdi. Hörməti də elə onda qalxdı. Xan Hüseyin dayı səndən yaxşı riyaziyyatçı çıxardı. Mən də onun tərəfini göylərə qaldırdım. Tərifini. Riyaziyyatçı ölmür. Bu da onun köndələn cavabı. Bir gün Bakıdan kəndə gələndə eşitdim Xan Hüseyin kişi dünyasını dəyişib. Yəqin polipdən də başqa xəstəlikləri varmış. Digər bu xəstəlikləri həyat tərzi bilib onları yaxşı ayırt etməyib. 7-si təzəcə çıxmışdı. Mənim də vaxtım dar. Ölümünə uzun uzadı, vayımsanadan, həm də bacımın yanında bunun elə bir əhəmiyyəti yoxdur. Tez onlara getdim. Getməsəydim, mən tərəfdən eşşəklik alınacaqdı. Həyətlərində Güllü xala qabağıma çıxdı. Dinməzcənə, ətirsiz, bəzəksiz başını qucaqladım. Darıxdırıcı başsağlığı sözlərini təbii bir kədərlə ifa etdim. Deməliyəm ki, başsağlıqları insandan həmişə artistizm tələb edir. Süfrəyə çay gələndə sıxıntı aradan götürüldü. Stəkan nəlbəki cingiltisi şən ovqat yaratdı. Rəhmətlik heç özünə baxmadı. Alnımı ovuşdura axır ki, deməyə bu sözləri tapdım. İçi çürüyənəcən həkim zat tanımadı. Hə, elələri olur. Nə elədisə, özü-özünü elədi. Durub gedəndə nəlbəkinin altına pul qoydum. Uzun baş ağrısı olacaqdı. Güllü xaladan onun öz azar-bezarını soruşmadım. Amma elə özündəcə görünürdü ki, rastlaşmadığımız bu bir ildə yaman düşüb. Şam kimi ərimişdi. 3-5 il əvvəlcən ətli canlı bir arvaddı. Topbuş döşlərinə baxmağasa utanırdım. Yeriyəndə yel silkələnirdi. Düzü məndən yaşlı olsa da ondan keçməzdim. Kəsirdim ondan. Güləndə çöhrəsindən şəfəq saçılardı. Nəzəri cəhətcə dodaqları bal kimi olmalıydı. İndi isə rəng-ruhu solub. İrəli getmirdi. Getməsin, bari geri getməyəydi. Çiçəyin atılan dövrünü yaşayırdı. Bəlkə xiffət çəkir. Amma yox, xiffətdən insan bu qədər geri getməz. Əksinə, hüzün qadını daha da qəşəng göstərir. Yox, canı üzülməkdə xərçəngə oxşuyur. Artıq bunun qıçı-qıçına dolaşırdı. Allah bilir, ağartdığı Bakı yollarında neçə-neçə xəstəliklərə tutulub. Böyrəkləri çürüyüb. Qış vaxtı vaqonlarda adamın dişi dişinə dəyir. Gəlinliyindən alverdədir. Ərinin tıntılığı başına daş salıb, deyərdi. Mən də evlərdə xanımlıq edə bilməzdimmi? Əsas şikayəti bu idi. Xan Hüseyin polipini kəstirsəydi, inandırım, natiq ola bilərdi. Bəlkə hər hansı partiya xəttində ucalacaqdı da. Məncə Gülü xala səfərlərdə sevgilərə düçar olurdu.
Yoxsa başında, çiynində göy-göyərti kisələri, yolları cəhcəh vura-vura gedib gələrdimi? Yad yerlərdə onu qucaqlamamış, öpməmiş olmazdılar. Şorgözlər sevgi sözləri ilə hökmən qulaqlarını doldurub. Mənim onlara paxıllığım tuturdu. Xan Hüseyin kişi də düz eləmirdi. Onu heç vaxt qısqanmazdı. Eləcə getdin, get, yaxud gəldin, gəl. Görək nə almısan? Bakıya qayıdıb qışda təzədən kəndə dönəndə Güllü xala ölüb. Evdə bacım mənə dedi. Sevincəkliyindən olmaya bu muştuluq istəyirdi. Mən də tez ona ya elə boş havaya avtomatik mexaniki tərzdə Allah rəhmət eləsin dedim. Xan Hüseyin kişini bilirdin, bacım soruşdu. Və keçən səfər baş sağlığına getməmişdim. Bay, düzdür. Gərək bu axşam da vaxt tapıb onlara gedəm. Yenə getmək, keçən dəfəki bəs deyil. Mən təəccüblə bacımın üzünə baxdım. Başa düşmədim. Bu ölənin o ölənə nə dəxli? Deyirəm, bunlarda gündə biri dombalaq aşacaq. Biz də boş xərcə düşməliyik. Birdən Güllü xalanın həyatı kino lenti kimi gözlərim önündən keçdi. Elə bil ürəyimi sıxıb buraxmağa başladılar. Mən bacımın əvəzinə vicdan əzabı çəkirdim. Mal dövlətinin indidən qədrini bil. Bacım üydü tökməyində. Evlənməyin də hələ durur. Ağıllı ol. Oldu, olaram. Desəm də özümü dəliliyə vurub onun qulağının dibini alışdırmaq keçdi könlümdən. Hüzürə gedəndə qorxurdum evlərində bir ins-cins tapmayam. Amma elə uzaqdanca eyvanda işıq görüb sevindim. Tənha lampa işıqla bərabər həyətə qaranlıq da saçırdı. Ona sarı getdim. Güman gəlin evdə idi. Hə, zənim düz çıxdı. Əl-Hüseyin 40-ı verib, həmişəki kimi tez də atlanıb öz Rusiyetinə getmişdi. Onun da çörəyi didərgindir. Demişəm, o elə Şkoda öləcək. Çayı qabağıma qoyar qoymaz Sədəfin dərdi açıldı. Bədənində sağ islahat yer yoxdur. Hər yeri vaspaleniya idi. Gəlsin Bakıda yoxlatdırım. Sən Allah, onda başına ağıl da qoyarsan. Baş üstə. Amma ağıl sonraki işdir. Hələlik nəlbəkinin altına pul qoyub ya Allah ayağa durdum. Bax, elə gələn günündəcə yanıma göndər. Qapı ağzında bir də tapşırdım. Görüm neynirəm, amma tərsdir, çətin yola gələ. Mənim adımı ver, işin yoxdur. Mən onun bəd xəbərini hələ Bakıda almışdım. Əl-Hüseyin Moskvada infarktda tutulub. Demək artıq ölüm üçün xəstəlikdən zapaskası vardı. O vaxtında qabaq qocalanlardandı. Hərçənd qocalığı eyninə almırdı. Sanki qocalan heç də o deyildi. Bəlkə də qəti güzgüyə zada baxmırdı. Çünki baxsaydı özündən hürkər, əvvəl dəli olmuş olsa da sonra bir tədbir görərdi. Gəncliyində bir balaca parladı. Toylarda dost tanışın başına pul səpməkdə ad çıxartdı. Xeyir-şərlə hörmət qazandı. Bir iş var ki, xeyir-şər tərk etsə yenə hörmətdən düşəcəkdi. Novruz bayramı günü sübh tezdən qatardan düşüb evdə hazır çay çörəyə əl vurmamış qəbir üstə axşam cəmaata qoşuldum. Məni qarşılayırmış kimi qəbristanda şair və torpaq ətri verən təptəzə bir qəbir qabağıma çıxdı. Bu kiminkidir? Sədəfdir də Əl-Hüseynin yoldaşı. Vay, evindən bunlar qırılıb çatıldı ki, Əl-Hüseyni gözüm axtardı. Çaşıb o da bu dünyada olmaz. Düzü mən ilk əvvəl onun ölümünü gözləyirdim. Ona baxanda Sədəfin 100 il yaşayacağı güman edilərdi. Gördüm oğlanı tapmıram, qorxa-qarxa onu yanındakılardan soruşdum. Uzaqda durmuş babam yaşında bir kişini göstərdilər. Dinüvə, Əl-Hüseyindirmi o? Sigaret kötüyünü yerə atıb tapdalayırdı. Asta-asta ona sarı getdim. Nəzərlərimiz toqquşan kimi sakitcə qucaqlaşdıq. Allah rəhmət eləsin. O razılıqla başını tərpətdi. Xəstə idi. Vay, sualı düzgün vermədim. Xəstə olub ki, ölüb də. Sağlam niyə ölməlidir? Hərçənd mən xəstə sanmazdım. Əl-Hüseyin dərsdən 2 almış şagird kimi gözlərini yerə dikmişdi. Bugün evdəsən, bəhardayam. Görən ata-anasının hüzünlərində olmağımı ona çatdırıblar.
xəbəri yoxdursa, ürəyində elə bilər eşşəyəm. Bəlkə elə ona görə də suallarımın birinə cavab verəndə o birinə vermir. Mərasim qurtaracaq, evə döndüm. Ay nə var, nə yox, bayquş kimi tək yaşayan bacımla yalandan xoşbeş elədim. O hərdən özünü mənə şən göstərir, mən də borcdan çıxıb özümü ona şən göstərirəm. Düzdür, qəlbi sınıqdır, övladı yoxdur. Həyat yoldaşını da həyat düşməni adlandırmaq daha düzgün olardı. Veçni Rusiyyətdədir. Çaşıb bugün də hüzürə gedərsən. Bəy yox, getməyim. Bugün qara bayram deyil. Xəbərim var xəbərdən. Yox, Sədəf də getdi. Artıq qəbri üstə olmuşam. İndi gedib evlərinə də dəyərəm. Qardaş canı bezmişik lap. Gündə biri ölür. Bacı, sən nə axmaq adammışsan. Dözməyib çımxırdım. Camaat kefindən ölür. Nə bilmək olar, daha sənə sözüm yoxdur. Ancaq elə mən də sənin tayınam. Hüzürlə can dərdi gedirəm. Özlərini müalicə elətdirsinlər. Yaxşı qazanc yeri tapıblar. Bunlarınki ölüb camaatdan pul qopartmaqdır. Ay Allah, bu ağılla bacımın axırı necə olacaq?